bu təbiətin göstərişidir. Bu mənim kəşfim deyil. Naxşıdır da onun. Bu mənim kəşfim deyil. Mən prosta bunu bildirirəm, açıb göstərirəm ki, belə bir şeylər var. Bunlar reallıqlardır. Bəli. Biz bunu rəqəmlərə qruplaşdırdıq. 9 dənə rəqəm var burada. Deməli, bunda cavan ruhdur. Cavan olaraq cavan ruhdur bunda. Təcrübəyə sahib deyil. Səhvlər çox buraxır. Səhvlər çox buraxır. Rəqəmlər çox olsa, yaşlı ruhdur. Hətta uşaqlar var ki, böyük adam kimi danışır. Aslında deyirsən ki, bu elə bir ki, elə nənəsi kimi, babası kimi danışır. Elə bir ki, harcı. Onun ruhu yaşlı ruhdur. O özündən qabağa gedir həmişə. Gözəl bir cədvəl ortaya çıxdı. 3 dənə bir sakit təbiətli adam. Bir dənə 4-ü var. Fiziki cəhətdən dözümlüdür. 2 dənə ikisi var. Ruhan da dözümlüdür. Ruhan aktivdir. Deməli, bunda həm də enerji var. Bunda idman enerjisi var. Bu mütləq özünü verir idmana. Məşğul olur. Amma özünü sınayır. 3 dənə birdir. Hələ bilmir ki, nə etsin. Əgərsə gedə bilsə irəli, deməli, idmanda irəli gedir. İndi baxaq. Deməli, tez qərar verir özü üçün. Biraz hikkəlidir. Amma yenə də davakar deyil bu adam. Haykü ilə etmir, sakit eləyir. Deməli, tez qərar vermə var, amma biraz şansı azdır. Bu diagonal boşdur. Panikaya meyillidir, şirdir, tutarsan şirdir. Və məsələn, tutaq ki, idmanla məşğuldur, gedəcək, tutaq ki, Avropaya güləşə gedər, məsələn. Artıq panikə bastı onu. Necə gedəcəm, nə olacaq? Necə gedəcəm, nə tər olacaq, görürsən kim düşəcək mənimlə, görürsən necə güləşərəm, uzaram mı, dər götürüb onu. İdmançıda yaraşmır axı. Mən neçə dənə idmançıdan o prosesi götürmüşdüm. Necə? Çox yaxşı üsulları var onun. İlk dəfə mən Bakıda 2011-ci ildə boks üzrə dünya çempionatı keçirəndə mən müraciət etdiyim bizimkilərə yanaşma olmadı. Yəni istəmədilər, amma ruslara kömək etdim. Qəşəng də oldular. 2 dənə boksyorlarına kömək etdim, qəşəng də oldular. Ən çətin boksçunun üstündə qələbə qazandı. Bizimkilər yaxın buraxmadı. Prosta Rusa təqdim dedim ki, bəs istəyirsən kömək edeyim, biz bacarırsansa buyur. Sonra məni çağırdılar Rusiyaya, Perimsk oblastda çox yaxşı hörmət etdilər sonradan. Yəni söhbət ondan gedir ki, bizim də judoistlərimizə bir neçəsinə kömək etmişəm, bəzi idmançılara, hansı ki panikaya. Məsələn, mənə yanaşıb deyirdi ki, mən hər şeyi bilirəm, yaxşı da öyrədir trener. Bütün fənlərdə əla bilirəm. Amma elə ki, çıxaram o döyüş tataminin üstünə, mənə deyir, dizlərim əsir, panika basır məni. Və ona görə deyir, uzuram. 2 nəfər judoistə mən işlədim, gedib yaxşıdır yer tuturlar. Amma söhbət ondan gedir ki, sonra davam etmədilər. Sadəcə. Mütəmadi olmalıdır. Olub, məsəl üçün bizdə bir çempion var idi, sonra güləşi atmışdı. Və eyni zamanda yaxın adamları çox narahat etdilər də. Biraz içkiyə də qurşandı, biraz neysə belə. Mən onu təzədən təkrar idmana qaytardım. Təkrar gəldi, uğur qazandı. Amma dedim, davam eləyək. Məsələn, mən həmişə yanında olum, kömək eləyim. İstəmirdilər. Sonradan istəmirlər. Elə bir yarımçıq qoyurdu. Neysə, o öz yerində. Deməli, burada da biz var, idman var. Amma panikə yüksəkdir, şişirtmə. Burada bir dənə 3 durduğuna görə bu kövrəkdir. Güya yazığı gəlir. Qarşısındakına yazığı gəlir. Gec reaksiya vermə var. 9 rəqəmi yoxdur. Hərdən bir yadından çıxardır nəyisə. Bildinizmi? Deməli, bu adam, əgər biz 3-0-ı nəzərə alsaq əgərsə, 2000-ci ildə doğulub, idmanla məşğul ola biləcək, amma uzun sürən qələbələrin nail ola bilməz. Başından travma ala bilər bir. Sonra panikalar sayəsində bu işi yarımçıq qoya bilər 2. Deməli, sonradan tutaq ki, o sferada öz fəaliyyətini davam etdirə bilər əslində. Amma ümumi belə götürəndə, məsələn, 6 rəqəminə görə bunu müəyyən bir mühitdə işləməyə şərait yaradacaqlar.
bir işçi kimi əladır. Aha. Sözə baxır, mədənidir, tərbiyəlidir. Ailəyə qarşı çox diqqətçildir, ana sevərdi. Anadan, məsələn, ananı çox sevir. Onu heç vaxt tək buraxmaz. Yaşlı dönəmində də anasına kömək edəcək, dəstək olacaq. Yəni, müsbət keyfiyyətləri çoxdur. Amma tutaq ki, bu sənət nöqteyi nəzərindən gələndə burada bir balaca büdrəmələr ola bilir. Məsələn, tutaq ki, idman yoxdur. Başqa hansı sahələrdə bu insan çalışa bilər? Deməli, bundan yaxşı ekoloq çıxar. Təbiət sevərdir. Təbiətin içində olmağı xoşlayır. Hətta bundan yaxşı, məsələn, tutaq ki, oxusaydı vaxtında veterinar həkim ekologiya sahəsində işləmək üçün əladır. Kənd təsərrüfatında işləyə bilər. Çox maraqlı.